Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə 4 otaqdan ibarət 2 mərtəbəli həyət evi çəkib təqdim edirəm. Çəkişə başladıq evimizin dəhlizindən. İkinci mərtəbə dəhlizidir bura. Və burada eyvan, iri bir holdur burada. Başlayaq soldan. Solda bir otaq. Bunlar yataq otağıdır. Yerleşim yeri Masazır qəsəbəsində 6 nömrəli məktəbin tam yaxınlığında. Böyle bir iri dəhlizdir burada gördüğünüz kimi. Eyvanı da gösterdim size. Evimizin ikinci otağıdır. Buradaki üçüncü otaq. İkinci mərtəbədə olan hamamla ayaq yolsu. Qaz, su, işıq daimidir. Evimiz dövlət ipotekasına yararlı, kupça əldedir. Həm torpağı, həm də ki evin kupçası var. Evimizin giriş qapısıdır. Həyətdə göstərəcəm. Birinci mərtəbə hamısı istipoldan ibarətdir. Buradaki evimizin qonaq otağıdır. Qonaq otağında pəncərəsi öz həyətinə baxır. Sot yarım torpaq üzərində tikilib, evin ümumi sahəsi 110 kvadratdır. Təmiz kupçada 110 göstərir. Belə bir iri mətbəxdir. Mətbəxində pəncərəsi öz həyətinə açılır. Buradakı birinci mərtəbə olan hamamla ayaq yolsudur. Pilləkənin altında kladovka. Çıxan evimizin həyətinə 6 daş kürsü üzərində tikilib evimiz. Belə bir evimiz. 2 mərtəbə 4 otaqdan ibarət sot yarım torpaq üzərində tikilib. Həyətində bir 4-5 dənə maşın yerləşir. Tam qoşadaş beton fundament, ara mərtəbəsi beton monolit. Qiymət 88.000 manatdır. Kim alsa Allah xeyir versin.